Prezident İlham Əliyevin 2024-cü il 23 noyabr tarixli fərmanı ilə Naxçıvan Dövlət Energetika Xidmətinin enerjinin istehsalı və ötürülməsi funksiyaları Azərenerji Açıq Səhmdar Cəmiyyətinə verilib. Fərmanın icrası çərçivəsində Naxçıvan Enerji Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb və 400-dən çox yerli mütəxəssis işlə təmin olunub. Müvafiq olaraq 2025-2027-ci illər üzrə reabilitasiya və yenidən qurma tədbirləri planı hazırlanıb. Plana əsasən regionda yeni yarım stansiyalar tikilir və enerji şəbəkəsi gücləndirilir. Enerji təhlükəsizliyinin təmin olunmasında və elektrik enerjisinin paylanılmasında mühüm rol oynayan amillərdən biri də yarım stansiyaların tikilməsidir. Hazırda bu istiqamətdə 2021-ci ildən inşasına başlanılan Culfa elektrik yarım stansiyasında son tamamlama işləri aparılır. 132, 110, 35, 10 kW yeni Culfa yarım stansiyası regionda fasiləsiz enerji təminatını gücləndirir və Naxçıvanın Azərbaycanın enerji şəbəkəsinə inteqrasiyası üçün strateji rol oynayır. Burada müasir transformatorlar, reli mühafizə sistemi quraşdırılıb, 35 kV-lıq dairəvi paylayıcı sxemləri isə enerji paylanmasını dayanıqlı edir. Azərenerji Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasının elektroenergetika sisteminin yenidən qurulması istiqamətində mühüm işlər görülür. Bu işlərdən əsası Naxçıvanda mövcud olan bir neçə yarım stansiyanın sökülərək yenidən tam şəkildə qurulmasıdır. Belə ki, 154, 110, 10 kV-luq Babək yarım stansiyası, 110, 35, 10 kV-luq Çeşməbasar və Naxçıvan yarım stansiyaları sökülərək müasir tələblər çərçivəsində tam şəkildə yenidən qurulur. Qeyd edelim ki, Naxçıvan yarım stansiyası Muxtar Respublikada olacaq ilk qapalı tipli yarım stansiya olacaqdır. Xüsusilə Naxçıvan yarım stansiyasının qapalı tipdə inşa olunması regionun enerji təhlükəsizliyini və idarəetmə imkanlarını xeyli artıracaq. Bununla paralel enerji idarəetməsinin rəqəmsallaşdırılması üzrə işlər də davam etdirilir. Naxçıvan Enerji Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binası və regional rəqəmsal idarəetmə SKADA mərkəzinin tikintisində əsas mərhələlər tamamlanıb. Qeyd edeyim ki, 3 əsas yerdə tikilən yarım stansiyalar və 3 əsas istiqamətdə çəkilən ötürmə xətlərinin gələn ilin sonuna qədər tamamlanması planlaşdırılır. Paralel olaraq Culfa, Ordubad 1 və Ordubad 2 xətləri yenidən qurulur, müasir dayaqlar və izolyasiya sistemləri quraşdırılır. Ötən əsrin 50-ci illərindən istifadəyə verilən elektrik xətləri istismar müddətini başa vurduğu üçün Culfa Ordubad istiqamətində elektrik xətləri yenidən quraşdırılır. Hazırda ərazidə anker və aralıq dayaqlarının quraşdırılması ilə bərabər hava elektrik naqillərinin çəkilməsi prosesinə də başlanılıb. Qurumun əməkdaşı bildirib ki, gələcəkdə nəzərdə tutulmuş layihələr Naxçıvanın enerji təhlükəsizliyini daha da gücləndirəcək və regionun enerji potensialını genişləndirəcək. Azərenerji Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvanda 400, 330, 110, 35, 10 kV-luq çevrici yarım stansiyanın tikintisi planlaşdırılır. Bu yarım stansiya vasitəsilə Naxçıvandan Türkiyəyə 2 dövrəli olmaqla 400 kV-luq elektrik verilişi xəttinin çəkilməsi, Azərbaycan-Türkiyə-Avropa enerji qovşağının yaradılması və Cəbrayıl-Naxçıvan Ağrı xətti üzərindən Avropa enerji bazarlarına birbaşa çıxış imkanlarının yaradılması nəzərdə tutulur. Həmçinin Ordubaddan Türkiyə sərhədinə qədər olan 100 km məsafədə 330 kV-luq Cəbrayıl-Naxçıvan və 67 km hissəsində isə 400 kV-luq Naxçıvan-Türkiyə xətlərinin trassasının topografik plana alınması üzrə geoloji və geodeziya işləri həyata keçirilibdir. Həmçinin 110 kV-luq Naxçıvan 1, Naxçıvan 2, Naxçıvan 3 və Sement Zavod 2 hava elektrik verilişi xətlərinin Naxçıvan şəhəri hissəsindən keçən 5,2 km hissəsinin yeraltı kabellərlə əvəzlənməsi həyata keçiriləcək ki, bu da təhlükəsizlik baxımından mühüm tədbirlər sırasındadır. Zəngəzur dəhlizinin formalaşması da bu istiqamətdə böyük rol oynayacaq. Dəhlizin açılması ilə Naxçıvan Azərbaycanın enerji sisteminə tam qoşulacaq və regionun enerji təhlükəsizliyi tam təmin ediləcək. Hazırda Naxçıvanda aparılan modernləşdirmə və yenidən qurma layihələri enerji infrastrukturunu gücləndirir və regionun gələcək inkişaf perspektivini müəyyən edir. Samiq Nuriyev, Azər Həsənov, Sura Bəşirova, NTV Xəbər.